Salam, hər vaxtınız xeyir. Əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bu gün sizlərə təqdim edəcəyim videoda 4-cü siniflərin əvəzlik mövzusu ilə bağlı olacaq. Kanalda əvəzliklə bağlı video izah və mövzu izahı var. İstəsəniz baxa bilərsiniz. Yeni vəsaitdən istədim bu testlərlə də sizi tanış edim. İzahlara keçməmişdən öncə uşaqlara onu bildirim ki, ödənişli dərslərimizə, monitoring dərslərimizə qoşulmaq istəyirsinizsə 050 500 47 42 nömrəsi ilə əlaqə saxlayıb ümumi məlumat ala bilərsiniz. Deməli uşaqlar, əvəzlik haqqında qısa bir məlumat verim sizə. Bütün əsas nitq hissələrini əvəz edən nitq hissəsinə əvəzlik deyilir. Bütün əsas nitq hissələrini, baxın, biz bilirik ki, bizim 6 əsas nitq hissəmiz var, 5 də köməkçi nitq hissəmiz var. Bütün nitq hissələrini əvəz eləmək demək düzgün fikir olmaz. Bütün əsas nitq hissələrini əvəz edən əsas nitq hissəsinə əvəzlik deyilir. Əvəzlik əvəz etdiyi nitq hissəsinin sualına cavab verir. Bu haqda mən danışmışdım videolarda. Sadəcə qısa məlumat verim, xatırlatma kimi. Əvəzlik ismi əvəz edə bilər, sifəti əvəz edə bilər, sayı əvəz edə bilər və s. Biz bilirik ki, əvəzliyin də digər nitq hissələri kimi, digər əsas nitq hissələri kimi quruluşca 3 növ var: sadə, düzəltmə və mürəkkəb. Sadə əvəzliklər bilirik ki, yalnız bir kökdən ibarət olur. Düzəltmə əvəzliklər bilirik ki, düzəltmə əvəzliklər kök və söz düzəldici şəkilçilərdən ibarət olur. Mürəkkəb əvəzliklər isə iki sözün birləşməsindən əmələ gəlir. İndi uşaqlar, vaxt itirmədən quruluşca növlərinə keçək. Baxaq, birinci testdə bizə nə verir? Deyir, verilmiş sözlərdən neçəsi əvəzlikdir? Biz dedik ki, onu da yadınıza salım ki, uşaqlar, əvəzlikdən biz çox istifadə edirik. Ən çox da şəxs əvəzliklərdən. Mən, sən, biz, mən, sən, o, biz, siz, onlar. Bu kimi əvəzliklər şəxs əvəzlikləri adlanır. İndi növbəti izahda izah edəcəm mənaca növləri haqqında. Elə, o, bir də bu. Deməli, bu üçü oldu əvəzlik. Cavabımız C variantı olacaq. Dost isimdir, dadlı isə sifətdir. Götürə bilmərik. Ona görə cavabımız olacaq C variantı. 2-də bizə deyir ki, hansı cümlədə əvəzlik yoxdur? Əvəzlik olmayanı istəyir. Hər kəs onun gördüyü yaxşı işlərdən danışdı. Hər kəs. Əvəzlik var. Bu dərsliklər yenidir. Burada da var. Bu əvəzlikdir. Atam qardaşımla birlikdə bağa getdi. Burada əvəzlik yoxdur. Ülkənin aldığı bu qələmlər, bu var burada, mənim xoşuma gəldi. Əvəzlik olmayan cümləni istəyirsə, C variantını rahatlıqla götürə bilərik. Keçək 3-cü tapşırığa. Hər çiçəyin bir ətri var cümləsindəki əvəzliklə bağlı doğru fikir hansıdır? Hər əvəzliyindən söhbət gedir, ona görə də sadə əvəzlik olacaq. 4-də deyir, hansı cümlədəki fərqləndirilmiş sözü əvəzliklə əvəz etmək mümkün deyil. Aha, əvəzliklə mümkün deyil deyirsə, uşaqlar, demək ki, hansısa sözün altından xətt çəkilib, o həmin söz köməkçi nitq hissəsidir. Ona görə də biz burada baxarıq, deyəsən köməkçi nitq hissəsidir, götürə bilmərik. Cavabımız ilə A variantı, dadlı, uşaqların günay əsas nitq hissələri olacaq. Ona görə də əvəzlik əvəz edə biləcək. Əvəz etmək mümkün olmayan A variantı olmuş olacaq. 5-də deyir ki, hündür ağac illər əvvəl əkilib cümləsindəki sifəti hansı əvəzliklə əvəz etmək olar? Deməli, bizə deyir, bu ağac illər əvvəl əkilib. Bu ağac, hansı ağacı? Bu ağac. Daha doğrusu, sifətidir, bəli, B variantı olacaq. Daha sonra 6-cı tapşırıqda bizə deyir, quruluşca düzəltmə olan əvəzliklər hansılardır? Deməli, olacaq, heç kim mürəkkəbdir, belə sadədir, yerdə qalan 2 və 3 isə düzəltmə olacaq, cavab B variantı. Daha sonra, hansı cümlədə mürəkkəb əvəzlik var? Onların evi şəhərdən xeyli uzaqda idi, onların sadədir. Kimsənin düzəltmədir, heç kim
mürəkkəbdə ayrı yazılan mürəkkəb əvəzlikdir. Belə də sadədə götürə bilmərik. Cavabımız olacaq C variantı. 8-də deyir, hansı əvəzliyin quruluşca növü doğru göstərilməmişdir? Heç kəs mürəkkəbdir, düzdür. Sən sadədir, düzdür. Filan kəs düzəltmə. Bu səhvdir. Yəni filan kəs mürəkkəb əvəzlikdir. C variantı. Nəsə düzəltmədir. Bu da doğrudur. Cavabımız olacaq C variantı. 9-da bizə deyir, hansı cümlədə ismin yönlük halında işlənən əvəzlik var? Nənəm bizə maraqlı nağıllar oxudu. Mən qardaşıma dərslərimi oxunmağa kömək etdim. Biz getdikcə yarpaqlar xışıldamağa başladı ki, sənin kitablarını 2 gün sonra qaytaracağam. İndi burada bizdən istəyir ki, yönlük halda olan əvəzlik istəyir. Ona görə də biz götürərik bizə. A, şəkilçisinə düzəlirdi yönlük hal. Ona görə də olacaq A variantı. Onda deyir, hansı söz əvəzlik deyil? Əvəzlik olmayanı istəyir. Ona görə də həmin, filan, hamı əvəzlikdir. Bulaq isə isimdir, götürə bilmərik. Keçək tapşırıqlarına uşaqlar. Burada biraz qarışıq düşüb. Aha, çalışma 1-dən danışaq. Çalışma 1-də bizdən nə istəyir? Deyir ki, əvəzliklərin altından xətt çəkin. Xətt çəkək əvəzliklərin altından. Qələm işarəsi. Aha. Sən, qəribə, sakit, oyuncaq götürə bilmərik. O, onlar, heç kəs, kirli, birinci götürə bilmərik. Elə əvəzlikdir. Sürücü əvəzlik deyil. Kimsə əvəzlikdir. Hər nə əvəzlikdir. Lampa götürə bilmərik. İsimdir. Qarpız götürə bilmərik. Belə əvəzlikdir. Sual götürə bilmərik. Həmin əvəzlikdir. Və dəyərli əvəzlik deyil, götürə bilmərik. Kitabı olan özü üçün işarələyə bilər, olmayan da özü üçün dəftərdə qeyd apara bilər. İkinci sualda deyir, sadə əvəzliklərin altından xətt çəkin. Deməli, nəsə düzəltmədir belə, sadə, hər nə mürəkkəbdir, heç kim mürəkkəbdir, siz sadə, biz sadə, həmin sadə, neçənci düzəltmədir, götürə bilmərik. Niyə sadə, bu, o, hər sadə, bütün sadə, heç kəs mürəkkəbdir, hər şey mürəkkəbdir, biri düzəltmədir. Hər kim mürəkkəbdir, götürə bilmərik. Öz, filan, hansı sadədir, kimsə isə düzəltmədir, götürə bilmərik. Daha sonra baxırıq 3-cü tapşırığa. Deməli, cümlələrdə mürəkkəb əvəzliklərin altından xətt çəkin. Heç kəs yerindən tərpənməsin. Heç kəs burada mürəkkəbdir. Mən onlara heç nə demədim. Heç nə mürəkkəbdir. Heç kim onun qanunlarından kənara çıxa bilmirdi. Heç kim mürəkkəb. Baba, biz bağda nə qədər ağac əkəcəyik? Burada nə qədər olmuş olacaq. 4-cü tapşırıqda deyir, cümlələrdəki düzəltmə əvəzliklərinin altından xətt çəkin. Cümlələrdəki düzəltmə əvəzliklərinin altından xətt çəkin. Ceyhun nəsə fikirləşir, amma bir çıxış yolu tapmırdı. Nəsə. Kimsə onun dediklərinə qulaq asmadı. Kimsə. Biri hər şeyi bizə ətraflı izah etdi. Biri. Daha sonra siz səyahətdən neçənci gün qayıdacaqsınız? Neçənci olmuş olacaq. 5-ci tapşırıqda cümlələrdə altından xətt çəkilmiş sözləri uyğun əvəzliklərlə əvəz edin. Atam, ismi burada əvəz edəcək. Atam bugün işə getmədi. O bugün işə getmədi. Şəhərdə hündür binalar çoxdur. Şəhərdə elə binalar çoxdur. Qızım, tez-tez danış. Qızım, tez-tez danış olacaq. Qızım, belə danış. D-də bizə nə deyir? 3 nəfər oğlan qapını döydü. Neçə nəfər oğlan qapını döydü? Olacaq bu formada. Daha sonra 6-da deyir. Bir saniyə. Aha. 6-da deyir. Şeirdə işlənən əvəzliklərin altından xətt çəkin. Yaxşı. Belə gözəl vaxtda bu yaz günündə. Belə. Sonra bu. Belə bu. Şair gəzən yerə bir daha dəydim. Vurğunun o ölməz ruhu önündə. Burada olacaq o. Böyük ehtiramla yenə baş əydim. Belə düşünürəm. İnanın hərdən
Dünya şairlərə həmişə darmış. İndi lap ürəkdən deyirəm ki, mən nə yaxşı həyatda vurğun da varmış. Bax, bu formada olacaq. Daha sonra isə keçirik digər tapşırıqlara. Bir saniyə açım sonra. Aha, çalışma 7-yə baxırıq. Çalışma 7-yə baxırıq. 7-də bizə nə tapşırıq verir? Cümlələrdə əvəzliklərin altından xətt çəkin. Onların quruluşca növünü qarşısında yazın. Aha, uşaqlar ilk öncə əvəzlikləri tapaq, daha sonra quruluşunu taparıq. A-da həmin bina yandığı üçün yenidən təmir etdilər. A-da olacaq həmin. Bir saniyə qələm. Aha, həmin. Həmin biz bilirik ki, sadədir. Sadə olmuş olacaq. B-də biz maşının gəlməsini gözləyirdik. Burada biz olacaq. Biz də nə olacaq uşaqlar? Sadə olacaq. Hər kəs Adilin dediyini başa düşdü. Hər kəs olacaq mürəkkəb. Burada yaza bilərsiniz təbii ki də mürəkkəb. Orxan kimsə deyənə qulaq asmadı. Kimsə də olacaq düzəltmə. Deməli, ikisi sadə, biri mürəkkəb, biri düzəltmə olmuş olacaq. 8-də deyir, əvəzliklərin hansı nitq hissəsini əvəz etdiyini yazın, yaxşı. Bu yerlərin havası həmişə sərin olur. Hansı yerlərin? Bu yerlərin. Təbii ki də sifət. Belə danışmayın. İnsanlar səhv anlayacaqlar. Deməli, belə, necə danışmayın? Belə danışmayın. Danışmayın, deməli, hərəkətin qarşısında gəldiyi üçün zərfi, belə deyib, əvəz edib. C-də isə bizə deyir, biz qarşı tərəfə keçib xeyli piyada yol getdik. Biz burada ismi əvəz edib. İsmi əvəz edib. Daha sonra neçənci dəfədir ki, xəbərsiz gedirsiniz. Neçənci saydı təbii ki də olacaq. Say bu formada olmuş olacaq. Daha sonra 9-a baxırıq. 9-da deyir, əvəzlikləri cədvəlin uyğun yerlərinə yazın. Yaxşı, cədvəl üzrə qruplaşdıraq. Siz, biz, sadə. Üstündə yazıram, cədvələ özünüz yazarsınız. Daha sonra sən var, baxaq. Aha, sadə. Birisi düzəltmə, kimsə düzəltmə, heç nə mürəkkəb, filan kəs mürəkkəb. Daha sonra heç kim mürəkkəb, onlar sadə, kimi düzəltmə, neçənci, deməli, düzəltmə, hər nə düzəltmə, elə sadə, həmin sadə, daha sonra nəsə düzəltmə, hər kim mürəkkəb, nə qədər isə mürəkkəb olmuş olacaq. 10-cu tapşırıqda uşaqlar bizə deyir ki, mürəkkəb əvəzlikləri seçib cümlədə işlədir. Mürəkkəb əvəzlikləri mən sizə deyəcəm, cümlələri özünüz quracaqsınız. Burada olacaq heç kim, hərə sadə, birisi isə düzəltmə olduğuna görə götürə bilmərik, bir də filan kəs. Cümlə qurmaqda öz fikrinizə qalıb. Necə istəsəniz cümlə qura bilərsiniz. İndi isə uşaqlar, keçək digər tapşırığa. Deməli uşaqlar, indi isə məna növləri haqqında danışım. Məna növləri, əvəzliyin məna növlərini biz bilirik ki, mənac əvəzliyin 5 növü var. Şəxs əvəzlikləri, qeyri-müəyyən əvəzliklər, işarə əvəzlikləri və təyinli sual əvəzlikləri. Deməli, şəxs əvəzlikləri biz bilirik ki, quruluşca yalnız sadə olur. İsim kimi hallanır, tək və cəm olur. Mən, sən cəmlənmir. Baxın, mən, səndən başqa digər şəxs əvəzlikləri cəmlənir. Şəxs əvəzliklərini biz bilirik ki, bayaqda vurğuladığım kimi, mən, sən, o, biz, siz, onlar kimi olur. Daha sonra qeyri-müəyyən əvəzliklər, belə deyim, mənasında qeyri-müəyyənlik var. Hamı, hər kəs, filan kəs, birisi, kimsə və s. İşarə əvəzlikləri kimə və ya nəyəsə işarə etmək məqsədi ilə işlədilir. Necə, nə cür, hansı suallarına cavab verir. O, bu, elə, həmin işarə əvəzlikləridir. Təyinli əvəzliklər əşyanı ümumi şəkildə müəyyən etmək məqsədi ilə işlədilir. Necə, hansı suallarına cavab verir. Hər, öz, bütün, filan və s. Sual əvəzlikləri isə bütün əsas nitq hissələrinin suallarına cavab verir. Daha doğrusu suallarıdır. Kim, nə, hara ismi əvəz edir. Necə, nə cür, hansı sifəti əvəz edir. Neçə, neçənci saydır. Nə etdi, nə edir, nə edəcək feildir və s. İndi gəlin testlər üzərində daha möhkəm öyrənək. Deməli, uşaqlar,
Gəlin testə keçək. Deməli, birinci sualda bizə deyir ki, qələm yenə gəlmədi. Birinci sualda bizə deyir, hansı şəxs əvəzliyidir? Təbii ki də şəxs əvəzliyi mən, sən, o, biz, siz, onlar olduğuna görə cavab A variantı. Hansı əvəzliyin məna növü doğru göstərilməmişdir? Nəsə qeyri-müəyyəndir, bəli. Mən şəxsdir, elə təyin deyil, belə işarədir. Düzdür, cavabımız olacaq C variantı. Daha sonra 3-də bizə deyir, hansı cümlədə təyini əvəzlik var? Hansı cümlədə təyini əvəzlik var? Təyin hər öz bütün olduğuna görə elə cavabımız A variantı olmuş olacaq. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmalıdır? Uşaqlar, mən belə deyim də, bunu ayrı mövzu kimi keçmək istəyirəm. Ona görə də bu sual qalsın. 5-də deyir, hansı cümlədəki əvəzlik məna növünə görə digərlərindən fərqlənir? Aynur, məktəbdən çıxıb sizə gedəcəyəm. Aha, sizə. Şəxsdir. Biz körpələrin istəyini yerinə yetirdik. Şəxsdir. Onun üzü qorxudan ağappaq olmuşdur. Şəxsdir. Bu gülün qiyməti neçəyədir? Sualdır. Ona görə fərqli olan D variantı olmuş olacaq. 6-da baxırıq, verilmiş əvəzliklərdən neçəsi işarə əvəzliyidir? İşarə əvəzliyini istəyir bizdən. Ona görə olacaq bu və həmin. Deməli, olacaq 2 dənə B variantı. 7-də deyir, hansı cümlədə nöqtələrin yerinə uyğun gələn əvəzlik birinci şəxsin cəminə uyğundur. Birinci şəxsin cəmi təbii ki də bizdir. Biz dostuma hədiyyə aldım, ola bilməz. Biz neçə saata qayıdacaqsınız, ola bilməz. Biz getdiyimiz yolun təhlükəli olduğunu anladıq. Biz heç kəs bir söz demədilər. Bu da ola bilməz. Cavabımız olacaq C variantı. Daha sonra verilmiş xüsusiyyətlərə uyğun gələn əvəzlik hansıdır? Qeyri-müəyyən əvəzlikdir və quruluşçada mürəkkəbdir. Mürəkkəbdir deyirsə, uşaqlar avtomatik A ilə B-ni çıxırıq. Çünki biri düzəltmə, biri sadədir. Qaldı heç kəs və nə qədər. Qeyri-müəyyən olduğuna görə nə qədər, belə deyək, sual əvəzliyidir. Ona görə götürə bilmərik. Heç kəs qaldı. Cavab B variantı. 9-da bizə deyir ki, hansı cümlədə bu əvəzliyindən sonra vergül qoyulmamalı idi? Bunu da ayrı mövzu kimi keçəcəm. Bayaq qeyd elədim. 10-cu tapşırığa baxıram. Deyir ki, o mənim uşaqlıq dostumdur. Cümləsi ilə bağlı səhv fikir hansıdır? Cümlədə 2 əvəzlik var. Cümlədə 2 əvəzlik var. Düzdür? O və mənim. Cümlədəki əvəzliklər sadədir. Bəli, düzdür. Düzdür. Cümlədə 2 şəxs əvəzliyi var. Düzdür. Cümlədə o əvəzliyindən sonra vergül qoyulmalıdır. Bu səhvdir. Ona görə cavabımız olacaq D variantı. Əslində bu da vergüllə bağlı idi, amma digər variantlar düz olduğuna görə avtomatik D variantı qalmış oldu. Baxırıq çalışmalarına. Deməli, uşaqlar, birinci sualda bizə şəxs əvəzliklərinin altından xətt çəkin deyir. Mən, siz, sən, daha sonra onlar, biz, daha sonra o, daha sonra bu qədər, elə bu qədər. Odan sonra yoxdur. İkinci sualda deyir, cümlələrdə əvəzliklərin altından xətt çəkin, onların hansı məna növü olduğunun qarşısında yazın, yaxşı. Mən planlarım haqqında danışmadım. Mən şəxs əvəzliyidir. Bütün otaqlar yeni təmir olunub. Daha sonra burada xətt çəkək və bütün təyinidir. Təyini. Orxan hamının fikrinə hörmətlə yanaşdı. Burada olacaq hamını. Hamı nədir? Qeyri-müəyyən. Qeyri-müəyyən əvəzlik. D-də deyir, babam bu yerlərin torpağını həmişə tərifləyir. Bu, daha doğrusu, bu olacaq. Bu da olacaq işarə əvəzliyi. İşarə. Sizin aldığınız maşın neçəyədir? Sizin şəxsdir. Şəxs. Neçəyədir də sual. 2 dənə burada əvəzlik var. Sual olmuş olacaq. 3-cü tapşırıqda deyir, uyğun yerlərdə o, bu əvəzliklərindən sonra vergül qoyun, onların hansı nitq hissəsini əvəz etdiyini qarşısında yazın. Bu küçədən keçib gedək. Bu küçədən keçib gedək. Bu da əvəzlik
belə deyim, vergülla bağlıdır. Ona görə bunu da işləmək istəmirəm. İsim kimi işləndiyi cümlələri. O bu əvəzliklərinin isim kimi işləndiyi cümlələri deyir ki, işarələyin. 4-cü tapşırıqda. O, məncə bugün işə getməyəcək. Yəni kimdənsə söhbət gedir cavabımız elə A variantında. Daha doğrusu A variantı ola götürə bilərik. Bu, deyəsən qorxulu işdir. Bu, deyəsən qorxulu işdir. Burada götürə bilərik. Sonra o ağacın başında quşlar yuva qurub. O ağacın başında quşlar yuva qurub götürə bilmərik. Bu qaşıqları silib qutusuna yığmaq lazımdır. Bu qaşıqları silib qutusuna yığmaq lazımdır. Bunu da götürə bilmərik. O mənim istədiyimi yaxşı bilir. O mənim nə istədiyimi yaxşı bilir. Yəni ki, şəxsdən söhbət gedir, eyni götürə bilər. Təyini əvəzlikləri seçib cümlədə işlədin. Seçməyi seçərik, amma cümlədə özünüz işlədərsiniz. Təbii ki də hər, bir də öz. Kim sual əvəzliyidir, sizdə şəxs əvəzliyi olmuş olacaq. Hər və özə aid cümlə qurarsınız. Daha sonra baxırıq 6-cı tapşırıq. Görək hardadır? Aha. 6-cı tapşırıqda bizə deyir. Sual əvəzlikləri işlənən cümlələri seçin. Qapını döyən kimdir? Elə A-dır. Birinci A. Alim, sənin atan həkimdir. Bunu götürə bilmərik. Əli, çantan çox ağırdır. Götürə bilmərik, heç yoxdur. Orxanın səsi niyə uzaqdan gəlir? Niyə burada? Sual əvəzliyidir. A-la D-ni götürə bilərik. Verilmiş əvəzlikləri cədvələ uyğunlaşdırın. Yaxşı, siz şəxs. Neçənci sual? Bu işarə. Elə işarə. Sən şəxs. Nə qədər sual? Hansı sual? Biz şəxs. Kim sual? Həmin işarə. Belə işarə. Mən şəxs. O şəxs. Onlar şəxs. Nə vaxt sual olmuş olacaq? Kimdə kitab varsa uyğunlaşdıra bilər. 8-ci tapşırıqda deyir ki, o məktəbin müdiri cümləsində əvəzliklə bağlı doğru fikirləri seçin. Yaxşı. Yalnız işarə əvəzliyi kimi başa düşülür. O məktəbin müdiridir. Bir də var, o məktəbin müdiridir. Yəni, yalnız belə doğru fikirləri seçin. Yalnız işarə əvəzliyi kimi yox, həm də şəxs əvəzliyi kimi düşünülə bilər. A variantı səhvdir. Daha sonra, yalnız şəxs əvəzliyi kimi düşünülə bilər. Bu da səhvdir. Həm şəxs, həm də işarə, bəli. Quruluşca sadədir, bəli. C ilə də düzgün cavabımızdır. Daha sonra 9. Nöqtələrin yerinə uyğun gələn əvəzlikləri əlavə edin. Onların hansı şəxs olduğunu qeyd edin. Atamla birlikdə mağazaya getdim. Mən atamla birlikdə mağazaya getdim. Birinci şəxs. Birinci şəxsin təki. Müəllim, nə vaxt qayıdacaqsınız? Müəllim, siz nə vaxt qayıdacaqsınız? Siz olacaq ikinci şəxsin cəmi. Yavaş-yavaş dərəyə doğru addımladılar. Onlar. Burada olacaq onlar. Onlar olacaq üçüncü şəxs və cəm. Daha sonra D-də heç kəsin sözünə qulaq asmadıq. Biz birinci şəxsin cəmi. Birinci şəxsin cəmi. E-də deyir tapşırığı həll edə bildin. Sən tapşırığı həll edə bildin. İkinci şəxsin təki olmuş olacaq. 10-cu tapşırıqda bizə deyir ki, qeyri-müəyyən əvəzliklərin altından xətt çək. Yaxşı. Nə vaxt, bütün, bəzi, deməli burada olacaq bəzi. Nə vaxt sualdır, bütün də təyinidir. Hərə, qeyri-müəyyən, elə işarədir. Mən şəxsdir, hər kəs. Burada olacaq hər kəs. Kimsə, hər kim. Daha sonra filan, filan təyin əvəzlikdir. Hər nə, belə işarədir. Nəsə, neçə sualdır, onlar şəxsdir. Hamı, heç kəs, mən şəxsdir, öz də təyin əvəzlik olmuş olacaq. Deməli, uşaqlar, bugünkü izahımızın da sonuna gəldik. Videonu bəyəndinizsə,
videonu bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Bugünlük bu qədər. Hələlik.